İmmuniteti gücləndirir. Bax, bu mənim üçün. Qaraciyəri təmizləyir. İnsanda cinsi həvəs yaradır. Cinsi fəallığı artırır. Sonsuzluq problemini aradan qaldırır. Bax, bu mənim üçün. Deyəcəksiniz, tərkibi nədir bunun? Tərkibi qozdur, fındıqdır, avokado yağıdır, arı məhsullarıdır, mumyadır. Bu, nənə-baba məcunudur. Mən buna belə deyirəm. Rəhmətli nənəm də babamı həmişə bax, bununla bəsləyib. Valla, o balla eləmirdi, o tut bəhməzi ilə eləyirdi. Doktor, tut bəhməzinin içində, məsələn, qoz həvək dəstədə eləyirdi. İstifadəsi nə fərqdir? Balacadır, ona görə deyirəm. Bu balacadır, amma bunun təsiri çox böyükdür. Yarım çay qaşığı. Sən Əlikiram Bayramova zəng elə soruş. Bəzi hallarda bir çay, yarım çay, bəzən 1/3 çay qaşığı da bəs eləyir. Ancaq bəzi hallarda adama baxır da. Hamısı bitki tərkibli məcunlardır. Burada heç bir dərman vasitələri yoxdur, əziz tamaşaçılarımız. Yəni, apteklər filan da heç yerdə satılmır. Ancaq Seyfəddin doktorun hazırladığı məcunları mən sizə təqdim edirəm.